yaxşı öyrənmək üçün. Üstəgəl barmaq müayinəsinin həm də müalicəvi əhəmiyyəti var. Müalicəvi əhəmiyyəti nədən ibarətdir? Barmaq müayinəsi zamanı, yəni həkimlər, o cümlədən mən, prostat vəzini çox ehmalca, incə hərəkətlərlə, yavaş-yavaş onun paycıqlarında olan, belə deyək, şirəni, mayeni, ehmalca, yavaş hərəkətlərlə, sığallamaqla orta xəttə gedən axara doğru yönəldirik. Yəni, o paycıqlarda olan mayenin ümumi orta axara axmasını bir balaca stimullaşdırırıq. Və bunu çox incə hərəkətlərlə eləyirik, çox ehtiyatla eləyirik. Tədricən yavaş-yavaş orta xəttə olan mayeni də yavaş-yavaş çox ehtiyatla sığallaya-sığallaya gətiririk çıxacağa doğru, arxa uretraya doğru çıxmağına kömək edirik. Bax, bu prostat vəzin müayinəsidir. Bu müayinə həm müalicəvi, həm də müayinə məqsədi ilə oynanan, diaqnostik əhəmiyyətə malik olan bir prosedurdur. Bir də var, prostat masajı. Prostat masajında nə olur? Prostat masajında energetik hərəkətlərlə, bərk hərəkətlərlə prostat vəzin paycıqları iti hərəkətlərlə boşaldılmağa çalışılır. Yəni, bu müalicəvi müayinə məqsədi daşımayan, ancaq müalicəvi əhəmiyyəti olan bir prosedurdur. Amma bunu deyim ki, prostat masajı son, belə deyək, 10 il ərzində, 10-15 il ərzində artıq dünyanın aparıcı tibbi mərkəzləri tərəfindən, tibbi qurumları tərəfindən məsləhət görülmür. Nəyə görə? Və burada onlar haqlıdırlar. Mən də onları dəstəkləyirəm. Nəyə görə? Çünki prostat masajı xəstə orqanı həddən artıq qıcıqlandırır, narahat edir, problemlər yarada bilər. Belə deyək, sağlam prostatda prostat masajı eləmək olar. Yəni, prostat sağlamdırsa, onun heç bir problemi yoxdursa, şəxsdə bir balaca tutaq ki, yüngülvari durğunluq varsa və yaxud biraz cinsi həvəs zəifləyibsə, belə vəziyyətdə prostat masajı eləmək olar. Amma xəstə prostata orada iltihab var, kalsinatlar var, vəziyyət ağırdır, ora durub masaj